Uşaqlarımız doğrudanmı telefondan asılıdır? Evdə çoxumuz eyni cümləni təkrar edirik. Bu uşaq telefonu əlindən buraxmır. Əsəbləşirik, qışqırırıq, hətta bəzən cəza olaraq telefonu əlindən alırıq. Amma heç özümüzdən soruşmuşuqmu, o niyə bu qədər telefona sığınır? Bəlkə problem telefonda deyil, bəlkə telefon onun bizdən qaçış yeridir. Söhbət yeniyetmələrdən gedirsə, yeniyetməlik elə bir dövrdür ki, onlar özünü qəbul etdirmək, dəyərli hiss etmək, başa düşülmək istəyirlər. Əgər bu hissləri evdə kifayət qədər yaşaya bilmirsə, həmin o yeniyetmə bunları qıraqda, məktəbdə, sosial şəbəkələrdə axtarmağa başlayır. Tanımadığı, bələd olmadığı insanlarla ünsiyyətə girir. Orada onu bir müddətlik də olsa dinləyənlər tapılır. Onu bəyənənlər, onunla maraqlananlar, hətta sevənlər də olur. Düzdür, çox gənc anlamır ki, onu sosial şəbəkələrdə bəyənən, sevən birinin 90% məqsədi başqadır. O yeniyetmə hələ anlamır ki, onu heç bir kəs ata-anasından çox sevə bilməz. Amma biz ata-analar da çox diqqətli olmalıyıq. Belə saxta sevgilərin müqabilində biz də öz həqiqi sevgimizi hiss etdirməliyik. Bir anlıq düşünək, sonuncu dəfə övladımıza nə vaxt sarılmışıq, nə vaxt səni çox sevirəm demişik, nə vaxt onu mühakimə etmədən dinləmişik, nə vaxt sadəcə necəsən sualını, cavabını həqiqətən eşitmək üçün vermişik. Əgər övladımız telefonsuz qaldıqda özünü bizim yanımızda narahat hiss edirsə, ailə ilə vaxt keçirmək əvəzinə otağına çəkilirsə, gecələr saatlarla sosial şəbəkədə qalırsa, əsəbləşəndə ilk işi telefona sarılmaq olursa, bu uşağın bizə demək istədiyi səssiz bir kömək çağırışıdır. Çağırışa effektiv cavab vermək üçün məhz bu mövzuda sizi Övladımı nə qədər tanıyıram adlı seansımıza dəvət edirəm. Nəticə alacağınıza söz verirəm. Gəlin övladımızın gələcəyinə fayda verəcək bir addım ataq. Yararlanmaq istəyənlər rəy yerinə plus qoyun, sizinlə əlaqə saxlayaq.